Marko Yankoviçin gedərsəm inciməyin mesajı verdiyi günlərdə Koxalski Borussia Dortmunda yox deyir, daha ağıllı qərar verməyə çalışır. Millimizin futbolçusu Mahir Əmrəli isə geri qayıtdığı günlərdə, Mahir Əmrəlinin geri döndüyü günlərdə daha bir məşhur Sima Qarayev bitirmək qərarı ilə üz-üzədir, karyerasını bitirmək istəyir. Qarabağın imarətə qayıdacağı ilə bağlı, qayıdacağı tarixlə bağlı yenilik var və ümumiyyətlə imarətin tikilməsi ilə bağlı, yenidən qurulması ilə bağlı mühüm olacaq bir xəbər var. Bununla yanaşı Neftçidən ayrılacağı deyilən futbolçu komanda ilə təlim məşq toplanışına aparıldı və yenidən əsas heyət üzvünə çevrilə bilər. Bununla bağlı çox vacib detalları təqdim eləyəcəyik. Ümumiyyətlə bax bu buraxılışımızda Sportal TV və Sportbox'un ortaq yayımında sizə ölkə futbolunda hazırda yaşanan bir sıra mövzularla bağlı vacib detalları təqdim etmək üçün buradayım. Mahir Əmrəli ilə başlayacağım. Bax bu söyləyəcəyim məqamlardan sonra Mahir Kaiserslautern məsələsi, ümumiyyətlə son aylarda futbolçumuzun başına gələn bütün prosesləri sizin üçün aydınlaşdıracağıq. Ən əvvəl oradan başlayaq ki, yayda klub rəhbərliyi futbolçumuzun saqqızını oğurlamaq üçün onunla bir sıra təmaslar qurdular. Arxasınca bir neçə dəfə Bodrumda yaşadığı evə qədər səfərlər etdilər və onu belə deyək Kaiserslauterna aparmaq üçün bütün mümkün alət və vasitələrdən istifadə etməyə çalışdılar. Sonda bunu bacardılar. Lakin Kaiserslauternda elə mövsümün əvvəllərindən Mahir üçün heç də yaxşı olmayan günlər başladı. Thomas Lieberknechtin baş məşqçisi təyin olunmasından sonra futbolçumuzla Thomas Lieberknecht problemlər yaşadı. Burada daha çox görünən məsələ o idi ki, məşqçinin egosu və belə deyək, lazımsız inadı Mahirin oynamasına mane olurdu. Bir neçə oyunda iştirak etmədi və iştirak ərizəsinə salınmadı. Artıq bu problem Mahir Lieberknecht problemindən çıxıb Mahirlə Kaiserslauternin məsələsinə çevrilə bilərdi, çevrilmək üzrə idi və bu məqamda klub rəhbərliyi yenə də Mahirin arxasında duracağını bildirdi, Mahirə dayaq olacağını bildirdi və futbolçunu sakitləşdirməyə çalışdı. Sonra Zədə və Mahirin bir qədər buradan da geri düşməsi ilə artıq müəyyən bağların qopduğunu proqnozlaşdırmaq olar da, hətta bu qış ayrılıq da belə deyək çox real görünürdü. Ancaq buna baxmayaraq yenə də klub rəhbərliyinin Mahir inadı, Mahir iddiası davam edir. Onlar futbolçu ilə danışıblar və artıq vəziyyət müsbətə doğrudur. Əldə etdiyimiz eksklüziv məlumata əsasən futbolçunun bir neçə təklifi var. Bu barədə düşünməyə də çalışır, düşünmək də istəyir. Amma bir tərəfdən də Kaiserslautern onu yenidən qazandırmaq Bundesliga 2-yə iddiasındadır. Lieberknechtlə vəziyyət düzəlib, hətta məşqlərdən birində futbolçu ilə məşqçinin qucaqlaşaraq, birində yox, bir neçə məşqdə futbolçu ilə məşqçinin qucaqlaşaraq zarafatlaşdığına dair məlumatlar var və baş məşqçi ilə vəziyyət düzəlib. Bundan sonra qalır Zədəni sağaldıb formaya düşməsi, Zədəsini də sağaldıb. Bununla bağlı Kaiserslauternin bir paylaşımı var idi, pozitiv bir paylaşım idi. Onu heyətə qayıtdığı, məşqlərə qayıtdığı üçün təbrik etdilər və qalır idman formasını bərpa etməsi və oynaması. Ayın 18-də Bundesliga 2 başlayacaq. Kaiserslauternin həmin oyununa Mahirin çatması real görünməsə də növbəti oyunlardan şans qazanması realdır, inandırıcıdır. Hələlik futbolçunun Bundesliga 2 macərası davam edəcəkmiş kimi görünür, amma bununla yanaşı qış dönəmində də təklifləri var və bunlar barədə də yəqin ki, beyninin bir ucunda düşünür deyə bilərik Mahir Əmrəli. Klubun idman direktoru Marcel Kroos məsələyə nöqtə qoyacaq açıqlama verib. Futbolçu zədəsini sağaldır, yekun müayinələr qalıb. 2-3 həftəyə onun meydana qayıdacağını gözləyirik və buna inanırıq. Qarabağla bağlı xəbərlər hər zaman gündəmdədir, diqqətdədir. Xüsusilə komandamızın Çempionlar Liqasında həyati ölüm-qalım matçı olduğunu nəzərə alsaq, qarşılaşmaya doğru bütün xəbərlər gündəmdə. Amma bundan da vacibi Qarabağın qışda və ümumiyyətlə mövsüm ərzində, mövsümün sonunda heyətini qoruması ilə bağlıdır. Artıq bu məsələdə sanki hadisələrin pik səviyyəsinə, daha gərgin, daha qarışıq bir perioduna daxil olmuşuq. Qış fasiləsindən bir neçə gün öncə Qurban Qurbanovun da açıqlamaları var idi. Futbolçuları saxlamağın çox çətin olduğunu, çox cəlbedici təkliflərin olduğunu, eyni zamanda çox
iddialı klubların, çox iddialı məbləğlərin ortada dövr etdiyini bildirmişdi. Bax, bununla bağlı artıq xəbərlər mediaya sızır və bəzi adlarla bağlı xəbərlər həqiqətən də göstərir ki, komandanın işi çox çətindir. Əsas silahlardan biri Marko Yankoviç belə ayrılığın mesajlarını verir. O ölkəsinin mətbuatına müsahibə verib. Burada Qurban Qurbanov haqqında, Qarabağ haqqında olduqca pozitiv və bir sıra böyük dəyərli ifadələr işlədib. Amma bu ifadələrlə yanaşı həm də bir gün buradan ayrılarsam ümid edirəm ki, inciməzlər, hörmətlə yanaşarlar və Qarabağ mənim üçün çox böyük hadisə idi. Həyatımın, karyeramın ən böyük hadisəsi idi və mən hər şeyi bu kluba borcluyam. Amma bir gün buradan gedərsəm ümid edirəm ki, inciməzlər dedi və bu sözlərdən sonra artıq onun da müəyyən bax bu havalarda olduğunu proqnozlaşdırmaq olar. Təbii ki, Qarabağ onu saxlamağa çalışacaq və bəlkə də heyətdə qalacağı gözlənilən əsas futbolçulardan biridir, amma istisnalar da var. Bax, Marko Yankoviçin açıqlaması bizə bunu dedi. Onun da bir sıra heyətdə az qala bütün adların təklifləri olduğu deyilir. Maraqlanırlar o futbolçularla. Xüsusilə komandanın Çempionlar Liqasında oynadığını nəzərə alsaq, istər top klublar, top 5 böyük klublar və orta səviyyəli Avropa klubları, Ərəb klubları, okeanın o tayı, hətta Braziliyadan təkliflər var və bütün bunların fonunda futbolçular, hər futbolçunun adı toplamda 2-3 klubla hallanır. İndi bunlardan bəzilərini sizə təqdim edirik. Yankoviçlə bağlı məsələni bildiniz. Ölkəsinin mətbuatına açıqlama verib və Qarabağı orada çox yaxşı tərifləyib. Qurban Qurbanov haqqında çox pozitiv sözlər deyib. Bir növ Qarabağı ölkəsində, Qarabağın ölkəsində Qarabağın PR-çısına çevrilib. Amma bununla yanaşı, bax, ayrılsam da inciməsinlər mesajlarını həmin müsahibəsində ötürüb. Koxalski ilə bağlı isə Polşa mətbuatında iddialar yayıldı, məlumat yayıldı. Xəbər belə idi, yerli mətbuatda, bizim mətbuatda da tərcümə olunmuşdu mövzu, məqalə. Burada belə bir yazı var idi. Borussia Dortmund Koxalskidə israrlıdır. Qarabağ isə onun üçün 7 milyon avro istəyir və düşünür ki, futbolçu bu məbləğə layiqdir. Borussia Dortmund da məhz bu məbləği ödəməyə hazırdır, amma orada detallar var. Koxalski özü karyerasına çox ciddi, çox planlı yanaşır və bu məsələdə uduzmaq istəmir. Bu keçiddə uduzmaq istəmir. Oynamaq olaraq, idman forması olaraq o düşünür ki, Qarabağda qalarsa daha yaxşı formada olacaq, daha çox şans qazanacaq və ən əsası özünü burada çox rahat hiss edir. Üstəlik Çempionlar Liqasında mübarizə aparan komandadır və faktiki olaraq Qarabağ play-off uğrunda indi yarışır, play-offa da vəsiqə qazana bilər. Bununla da mövsümün yarıdan çoxunu Çempionlar Liqasında bu səviyyələrdə keçirəcək, həm də əsas heyət üzvü olaraq. Əgər Borussia Dortmunda transfer olarsa, orada əsas heyət üzvünə ümumiyyətlə forma qazanmaq şansı azalacaq, çətinləşəcək. Çünki burada İsveçrə millisinin qapıcısı Kobellə rəqabət var və o da öz növbəsində əsas heyətdə ümumiyyətlə 90 dəqiqə oynamaq istəyir, meydanda olmaq istəyir. Çünki qarşıda millisi ilə onu dünya çempionatı gözləyir və nə qədər çox forma şansı qazanarsa, o qədər də həmin mundialda oynamaq şansı yüksək olacaq. Koxalski düşünür ki, bu komandaya gedib burada ikinci qapıcı kimi oturmaqdansa Qarabağda qalmaq daha uyğun variantdır və beləcə böyük ehtimal mövsümün ikinci yarısını Qarabağda keçirəcək. İmarətlə bağlı xəbər var. 2028-ci ildə Qarabağ ev oyunlarını artıq bu stadionda keçirəcək. Proqnozlar belədir. Təbii ki, 60 milyon manat qarşılığında tikintinin ilkin mərhələsi reallaşacaq. Artıq tenderin qalibi də məlumdur və 2026-cı il bu il ərzində məhz işlərin başlanılması gözlənilir. Əgər başlanarsa və plana uyğun davam edərsə, 2028-ci ildən artıq Qarabağ öz doğma ev oyunlarını İmarətdə keçirə biləcək. Qarabağla millimizin keçmiş üzvü Qara Qarayev isə karyerasının son mərhələlərini, bəlkə də elə son günlərini, son saatlarını yaşayır. Araz Naxçıvandan ayrıldı qış dönəmində. Elmar Baxşıyevlə birlikdə bu klubu tərk edən adlardan biri də Qara Qarayev idi. Onun bir neçə ay hansısa klubda oynamaq variantı qüvvədədir, təklifləri də var, oynaması da real görünür. Ancaq futbolçunun artıq bundan sonra yayda davam etməyəcəyini nəzərə alaraq bitirəcəyi ehtimalı yaranıb. Yəni bir neçə ayda hansısa klubda oynamaqdansa bəlkə bitirim düşüncəsindədir. Bitirim və dərhal məşqçiliyə, kurslara başlayım. Artıq vaxtdır havasındadır Qara Qarayev və bu günlərdə qərarını açıqlayacağı
gözlənilir. Bu ana əldə etdiyimiz məlumat əsasən bitirməkdən yanadır futbolçu. Sportal AZ saytında bu günlərdə Neftçinin yerli futbolçularından biri ilə bağlı xəbər yayıldı. İndi onu sizə elə saytda yazıldığı formada söz-söz, cümlə-cümlə təqdim etmək istəyirəm. Söhbət Elvin Camalovdan gedir. Milli komandamızın futbolçusu və kapitanı olan Elvin Camalovun Neftçidən ayrılacağı ilə bağlı iddialar var idi. Bax, Sportal AZ-da bununla bağlı olan geniş məlumatı indi sizə təqdim edirəm. Ötən mövsüm Neftçiyə transfer olunan Elvin Camalov ilk vaxtlar yaxşı təsir bağışlasa da, sonradan zədə səbəbindən xeyli qıraqda qalıb. Bu mövsümün ilk yarısını zədəsini sağaltmaqla məşğul olan Elvin artıq formada da sıraya qayıdıb. Yuri Vernidubun gəlişi ilə Neftçidə əksər futbolçularla bağlı suallar ortaya çıxıb. Ukraynalı mütəxəssis məhz onun tələblərinə cavab verən futbolçularla çalışmaq niyyətindədir. Bu kateqoriyaya ustalıq səviyyəsi ilə yanaşı, işgüzarlığı, ortaya qoyduğu iş əmsalı, intensivliyə ayaq verən oyunçular daxildir. Bəzi futbolçular kimi Elvin Camalovla bağlı da qeyri-müəyyənlik yaranmışdı. Bax, belə baxanda millimizin futbolçusu göstəricilərinə görə Vernidubun oyun sisteminə tam uyğun gələn adlardandır. Ukraynalı mütəxəssisə orta sahədə məhz belə oyunçular lazımdır. Amma bir məsələ də var ki, Vernidub demək olar Elvini tanımır, iş başında görməyib. Məhz buna görə də Ukraynalı mütəxəssis Camalovun mütləq Dubay toplanışına qatılmasını istəyib. Vernidub qış hazırlığı çərçivəsində həm Elvinin, həm də sərəncamında olan digər futbolçuların məhz bacarıqlarını özü üçün müəyyənləşdirmək istəyindədir. Onu da qeyd edək ki, artıq Elvin Camalovu heyətdə görmək istəyən bir neçə klub da var. Onlar arasında Qəbələ, İmişli artıq təklif göndərənlər sırasındadır. Belə bir məlumatlar var. Ancaq futbolçu özü də Neftçidə qalıb, burada əsas heyətdə yerini möhkəmləndirmək istəyir. Sportal TV və Sportbox'un ortaq yayımında siz bu an olan bəzi ölkə futbolu ilə bağlı bəzi vacib xəbərlərin detallarına, izahlarına baxırdınız. Kanallarımızı izləyin mütəmadi olaraq, hətta gün ərzində bir neçə dəfə və həftə ərzində bir neçə dəfə ölkə futbolunda baş verən ən mühüm hadisələrlə bağlı həm müzakirələr, həm də bax belə detalları sizə təqdim eləyəcəyik.